80'larda, bir də 90'larda. Bax, hələ mənim durduğum yer var ha, arxa tərəfdə. Burada bir dənə idman zalı var idi. O vaxtın populyar idman zallarından biri idi də. El arası ona deyirdilər Profsoyuz. Həmçində bir dənə də adı var idi onun, səhv eləmirəmsə, Burevestnik. Bax, indi hələ təsadüfən keçirdim həmən o yerin yanından, açığı da. Burada indi bank var. Dedim bir girim həmən ki o köhnə, o həyətin içinə. Bir baxım görüm neysə mən burada tanıyacağım yoxsa yox. Yəni hardaydı bu idman zalı? Açığı mən sizə deyim, indi ya mənim yaddaşımdan tam şəkildə bu çıxıb yox olub gedib, ya da ki bu yeni tikili, bəlkə onun yerində tikilib. Burada bu dəqiqə hal-hazırda mən onu görmürəm. Əgər siz bilirsinizsə, haraydı burada dəqiq olaraq yazın öz kommentariyalarınızı, kommentari bölməsində. Mənim şəxsən yadımdadır ki, burada məsələn Rauf Fətəliyev adlı bir o vaxtın belə xod gedən məşqçilərindən biri var idi. Bilmirəm indi sağdır yoxsa yox. Sağdırsa Allah can sağlığı versin. Rəhmətə gedibsə Allah rəhmət eləsin. Bilirəm ki, o vaxt bizim ilk judo üzrə olimpiya çempionumuz deyəsən ilk idi də. Elnur Məmmədli də həmən bu zaldan başlamışdı. Ümumiyyətlə bilirsiniz, mən bu cürünə yerləri, bu cürünə yerlər haqqında həmişə danışmaq istəyirəm. Həmişə elə eləmək istəyirəm ki, həmişə cəmaatın yaddaşında olsun. Çünki yəni bu cürünə yerlər məhz bizim o kişilərimizin emalatxanasıdır da. Yəni buradır, ordu idman klubudur, harda ki bizim kişilər necə deyərlər, dünyaya gəliblər də. Yəni bizim ordumuz da elə belə bütün dünyaya sübut etdi ki, Azərbaycan ordusu zəfər ordusudur. Həmən hələ o idman klubu var, ordu idman klubu. Görün nə qədər oradan bax bu cürünə kişilər çıxıblar dünyaya. Düzdür yoxsa yox? Bax indi baxıram görürəm, amma mən buranı görə bilmirəm ki, hardaydı bax o yer. Gəlin çəkim bax sizin üçün, salam əleykum. Çəkim sizin üçün bax baxın, bax bu köhnə məhəlləni. Bu məhəllə uşaqlardır deyə burada hələ çıxdı bizim qabaq. Uşaqlar da buradadır. Onlar sizi çəkeyim uşaqlar. Deyirəm ki, uşaqlar, məli bəyaqdan neyin söhbət, nə aparım? Mənim yadımdadır burada. Здравствуйте. Bağışlayın əllərim, sayın sağoluşaram sizdən. Burada Burevestnik var. Где был этот Буревестник? Он здесь, да, был, по-моему, правильно? Что сейчас на его месте построен? Silver Jim, ay sağ olun, görürsünüz. Çuzu heç, o mən məhz burada bu Burevestnik haqqı mənim yadımdadır. Burada Rauf Fətəliyev var idi. Bizim uşaqlar sizi salamlayırlar. Köhnələrdən, bax qəlbdən qəlbə. Yəni kişilər hələ Bakıda var, var olacaqdı. Bu qədər qəlbdən qəlbə.